Başa düşdü. Yağlar mən də oradaydım. Şimdi aşağıdaydım, qulaq asırdım. Sən, bu qardaş, bir də ki, Səsin gəlmir, axı. hə, yağları mən də Sünarozdaydım, oradaydım. Üçümüz danışdıq. Hə. Sonra Arab da oradaydı. Onda bu dedi, bir dənə məhsəb varsa, o da haqq məhsəbidir. Məhsəb. Bəli, bəli. Onda mən elə bildim ki, bu şiəlikdən keçib tərəfiliyə, bu şiənin tərəfini tutur. Allah kömək olsun. Sağ ol qardaş. Səs yoxdur. Səsin gəlmir. Sən bir dənə təzədən qoşun Buratka. Axşamın xeyir Mücahid, necəsən? Aqibətin xeyir, 5-də artıq. Sağ Bir ol, də sən o necəsən? təcrübəsiz həyat qardaş, zəhmət olmasa qalx sən də bir iki kəlmə sən də danış. Necə oldu ki, sən Şiəliyə gəldin? Qardaş da 2 gündür Şiəliyə gəlib, 14 il sələfi olub. Bu dostumuz mənimlə bayaq dünənləri yazışdı biraz direktə axşam gecə. Hə, qardaş çıxsın lap özü danışsın biraz. Özdəki deyir bütün nəsil nəcavətin münasibidir hamısı, yəni sələfidən də o tərəfədilər. Qardaş araşdırıb özü Allah kömək olsun, özü araşdırıb yəqinə çatıb ki, şiə haqdır. Hə, İbrahimin də biraz köməyi olub. Sağ olsun, Allah İbrahimə də bərəkət versin. İmkan olsa qardaş özü qalxıb danışardı. İnşallah mən dünən özünə dedim. Hasan ürəyin istəyir, buyur. Ha, buradaydı, indi gördüm yazırdı qardaş. Problem yoxdur. Biraz danışdım onunla. Dedi atam da əhl-i sünnədir, qohumlarım da falan. Özüm amma araşdırmışam. Bəs şey olmuşam, şiə olmuşam. Belə burada hamısı şiədir qardaş. Prosta nə bilim, özləri belə çaşıb qalırlar, hərdən gedirlər o tərəfə. Bax Saşa da şiədir. Elməddin də şiədir. Mən sizə deyirəm bunu yadınızda saxlayın. Çorn Arab da şiədir. Sən adam tanıyansan, bu Saşa nə vaxt şey olacaq? Axı Allaha and olsun, Saşa şiə idi. Mənlə story. Mən bura təzə gəlmişdim. Onda mən əhl-i sünnə idim. Sələfə əqidəsində idim. Saşa ilə qırğınım düşdü. Saşa da qatı şiə idi. Nəsə Həzrət Əli barədə mövzumuz düşdü. Mən də onda deyirəm də sələfə əqidəsində idim. Mən dedim ki, yox sən düz danışmırsan belə elə. Əli radiyallahu anhu filan beşmişan. Demək o vaxtı mən Saşanın özünə bir dənə gətirdim Vəhid Xorasanidən dəlil atdım. Videonu skaçat elədim YouTube'dan, attım Saşaya. İnanırsan ki, Saşa mənə abratlı səs atırdı WhatsApp'da. Bilmirəm 10 neçə dəqiqəlik səsi idi. Saşa 16 dəqiqəsini ağlayırdı. Belə deyirdi, bax, subhanallah, Əli əleyhissalam nəbinə. İndiyə qədər yadımdadır, hönkür ağlayırdı külbaş. O əsl şiədir, natura şiədir. Prosta onu sizin hədisləriniz biraz incidir, bu gülməli hədisləriniz. Biraz da əhl-i sünnətin hədisləri incidir. Yəni, bu yetimçə ona görə fikirləşir ki, bu hədislər hamısı qondarmadır, uydurmadır. Belə birisi, o da bəlkəyə düşüb də, burulğana düşüb. Çox keçməyəcək, o da qaydacaq özbətən. Xalam oğlu, salamun aleykum. Hamıya. Aleyküm assalam. Deyirəm ki, mən o bilirəm ki, meymundan adam olacaq, Saşadan şiə olmayacaq. Bunu 100% bilirəm. Olacaq. Yox, xala olur. Mən sənə deyirəm, mən təcrübəli adamım, darıxma. Hə, qardaşlar buradadır, o təcrübəsiz həyat, onu da salamlayırıq. Saşa mərd oğlandı, həqiqətən deyirəm. Mərd oğlandı, halal yiyən oğlandı, əxlaqlı oğlandı. Mən zarafat eləmirəm, ciddi deyirəm. Mən ona həyatda da görüşmüşəm. Əsas odur ki, kişi halal zəhmətlə, rul dalında, orada, burada ailəsinə çörək aparan adamdır. Yəni, onda şiəliyin xislətləri var, xasiyyətləri var onun canında. Bu qaydacaq geçdiniz. Hələ ki, Ömər ibn Xəttabın sözünə əməl eləyir, Quran bizə yetər sözü ilə gedir. Amma düzəlcək. Aleyküm salam. Qardaş, xoş gəlmişsən. Gözəl insan, təcrübəsiz həyat. Salam aleykum qardaş, necəsiz vəziyyət? Aleyküm salam və rəhmətullah. Təşəkkür, sən necəsən? Sağ olun, şükür, yaxşıyam, çox sağ olun. Yaxşı olasan. O şeydir, Yaqub
bilmirəm baxmısan Həzrəti Yusufda. Yaqub Züleyxaya deyir, sən də mənə kimi intizar çəkmisən. Sən də mənə kimi sələfi olmusan. Hə, qardaş, olmuşam. Olmuşam deyəndə elə belə deyim də anadan gəlmə də, gözüm açıb elə ailəçi onu görmüşəm. Sadəcə ən böyük evi belə deyim də fərqimiz bu olub ki, mən biraz fəlsəfə, məntiq xoşlayıram da, indiyin özündə də ləzzət edir də belə deyim. Bazı bizdə indi atam zat deyirdi fəlsəfə, məntiq, İslamda məntiq yoxdur, fəlsəfə haramdır, yol azmaqsa. Bu tipli şey, bir də mən ateist şeylərini çox meyil göstərərəm də. Məsələn, istəyir Google-da, YouTube-da yazıram Quranda olan xətalar, nə bilim ateistlərin şeylərinə baxıb, belə tanışlar da var. Xoşum gəlir ki, onlardan nəsə alım desin Quranda bu səhvdir, gedim araşdırım eləyim. Sadəcə sonradan sonraya mənə ən çox çatmayan bu oldu. Bu tövhid məsələsində nə oldu? Bir ateist mənə sual verdi ki, o vaxtı. Misal üçün, hindular inəyə Allah deyir də, deyir, ibadət edirsən, mən sübut elə ki, o səhvdir. Sübut elə ki, o inək səhvdir də, yəni onu mənə dəlil gətir, mən inanırım. Mən onu gətirə bilmədim. Sonra getdim də, danışdım ya, prosta özüm danışdığıma da özüm inanmadım da, bir məntiqlə, ədalətlə baxdım ki, heç özüm də inanmıram. Sonra fikirləşdim ki, mən kimə inanıram da, yəni sonra dəlil gətirəm ki, düz deyir də, bəlkə elə inəkdir, hardan bilirsən. Başladım işi araşdırmağa, sıfır nöqtəsinə kimi getdim. O tövhid məsələsində Allah var, yoxdur və s. də. Sonra indi atamın da tövhidin misal üçün oxudum. Mənə də bir də şiə dostum var idi. Kitab vermişdi Şeyx Saduqun. Dedim mən bunu da oxuyacağam. O Yunan tanrıları, Misir tanrıları, bunları oxudum. İncil, Tövrat, bunların hamısını oxumuşam da. Sonra oxudum məntiqlə, elmi, fizika, kimya, indi bilənlər də var. Biraz süni intellektlə də maraqlandım. Elə belə deyim də, təşəvvürü çıxmasın, təkmilləşdim də. Bu tövhiddə təkmilləşdim ki, həqiqətən ümumiyyətlə nədir də, bu Allah nədir, onu bildim də. Elə baxanda gördüm ki, yox, əgər Allah varsa, Quranda deyir, Allah əzəlidir. Mənim atam deyir, əzəli sözün başa düşmür. Axıcan, neçə il sələfi olmusan ümumiyyətlə? Belə ümumiyyətlə elmim sələfi şeyin də yoxdur, nətər deyim, elə namaz qıl, oruç tut, da bu şeylərdir. Belə 14-15 il, belə 34 yaşım vardı, 20 yaşından belə gəldim. Allah saxlasın sən. Bax, qulaq as mənə, bu 34 ildə, 15 il, 16 ildə, məsələn, Buxarinin Müslümü oxumusan? Müslüm, Buxarı hamısını oxumuşam. Yəni belə, sıxması, gecə də yatmıram deyə, beşarçılıq olurdu, oturub oxuyurdu. İndi səni şiə olmağa hansı dəlil, elə deyək, hansı dəlilə görə sən şiəliyi qəbul elədin? Ən birinci dəlil Tövrat nə idi? Tövhid oldu. Çünki öz-özümə dedim ki, bəlkə elə xristiyan dini düzdür, ya yahudilik düzdür. Mən onu hardan bilə bilərəm ki, bu düzdür də, məntiqlə də, təqlidlə yox. Ki, atam deyir, nə bilim, Qaraçıqır meçisinə çox gedirdim, indi atam oraya getmir də. Ya meçiddə filan kəs deyir, ya misal üçün şiə olsun, şiə alimi deyir. Yox, özüm öz məntiqimlə baxdım ki, tövhid məsələsində iş budur da. Yəni şiənin dediyi tövhid, baxdım ki, pik nöqtədən o tərəfə keçmir. Dayanacağı nöqtə budur, şiənin dediyi tövhid. Çünki bayaq da onu dedim, mənim atamgil əzəli varlığı dərk eləmir. Ümumiyyətlə burada da baxıram bu sələfilərə. Ümumiyyətlə əzəli deyir, Allah əzəlidir, amma bilmir əzəliyyət nədir. Çünki əzəli varlıq deyir, oradan da məkanı gətirir ki, Allahın özünə xas bir həddi var. Əgər həddi varsa, deməli Allah Allahla eyni əzəliyyətə sahibdir. Bir yerdə də ki, əzəli varlıq ola bilməz və niyə ola bilməz, ümumiyyətlə əzəli varlıq və heç yoxdur. Bu şeyləri araşdırıb baxdım ki, yox, bunu mənə bu sualların cavabı şiədə var da. Yəni şiənin indi mən bir-iki şeyə də baxıram, Rafizi şeyini, düz onlar da biraz çatmır. Amma mən sırf indi mənim qəbul elədiyim, belə deyim, o İbrahim qardaşla söhbət elədim, həmin o şiə şeyində bu tövhid var. Və bunu da ki, indi mən ateist tanışlarla, zatlarla danışıram, belə sıxmasın, orada ilişib qalırlar da. Çünki tövhid şeyində və yaxud da elə mən dostlarım da bilir də, şiə olmuşam. Elə debat özüm deyirəm, gəl söhbət eləyəcək. Deyirəm, birdən bugün məntiqli bir şey desin, bəlkə də bu
mən bunu düşünməmişəm, görürəm yox. Heç cür alınmır. Yəni hara fırlasan Allahdan yanaşı bir əzəli varlıq var. Özünə xas olsa da gətiriblər, yəni var. Deməli bu Zeusdan fərqi yoxdur bu tanrının. Yəni tanrı olur da, Allah olmur. Yəni ona görə dedim ki, bu bir səbəb idi. Bir də ki, mən Həzrət Əlini sempatiyam çox var idi də, ümumiyyətlə xoşlayırdım. Mən indi atam zat ümumiyyətlə danışırdı, sahabə zat söymürdüm. İşim yox idi də istəyəsən. Sadəcə ümumiyyətlə baxanda görürdüm ki, aralarda problem var da. Yəni 4 nəfər üstün tutulursa, indi əsas qabardılıb da sahabələr içində. Ya bu dördü də bir-birlərinə yola getməməyi, yəni ədalətlə baxsan göz qabağındadır da. Bir də indi TikToka girdim, təzə gördüm, elə mən girənlər Həzrət Əli söylür. Atam da biraz əsəbləşib söyür indi, nə sonra şiə ilə biraz sözü çəp gəlir evdə söyür. Baxdım ki, elə yox, elə söylürsə elə demək bu haqdır. Elə doğru yolda elə onun yoludur, elə belə deyim də. İki tərəfdə də yanacamsa elə baxıram ki, burada az yanıb çıxaram, heç olmasa. Orada ümumiyyətlə müşrik kimi gedərəm. Burada amma yenə təri var da, yenə bəlkə Allah kömək olar ki, sən filan şeyi düz tapmısan. Axı mənə qulaq as bilən, hə, qardaş, bu atom kişi söyüb eləyir, hə? Belə, nə deyim, gəlib elə durduq yerə yox. Yəni sözümüzə oturum, bütün günü söyüm, yox. Ümumiyyətlə, misal üçün TikToka girirdi. YouTube azada, deyə bilən şeyə qayıdır, ya canlıda, azadda kimsə də Ömər belə, Əbu Bəkir belə. Bu da başlayır şey deyir, əsəbləşir, əlini, misal üçün deyir, əstəğfurullah, deyir ki, əli necə kişi olub ki, gəlib qadınla döyüşüb, nə bilim nə, də bilir, mən biraz kişi olmuşam deyə azğa bir-iki söz deyir. Mən də onu mədəni şəkildə baş salıram ki, elə deyil, belə deyil. Deyir, sən bir Allahı tap, sonra əlidən səhv taparsan da, qadından döyüşüb kişi ilə deyir. Sən demiş, iman elədin Allah, heç Allah da deyil də. Nə deyim, qiyaməti görəsən ki, elə Allah olmur. Eləcə kişi kimi deyirəm, Yunan tanrılarını ilə ondan hörmətdir. Gözəl insan, o kişi ilə söhbət eləyəndə birincisi, əvvəlcə hörmətlə yanaş valideynlərə. Məndən sənə bir məsləhət qardaşam. İkincisi də o kişini başa sal, o kişi izah elədi. Denən ki, Həzrət Əli qadınla döyüşməyib. Onlar Həzrət Əlinin üstünə gəliblər. Qadın Həzrət Əli ilə döyüşə gəlib. Bildin qardaş, Həzrət Əli onlarla döyüşməyib əslində. Onlar fitnə yaradıblar, həmən qadını da fitnəyə salıblar, gətiriblər Həzrət Əlinin üstünə. Məsələ belədir. Yoxsa Həzrət Əli qılınc çəkib getməmişdi xanım Ayşə ilə döyüşə. Belədir, bu arada atamın sözü belə çıxır ki, belə deyim də, yəni Həzrət Əli əleyhissalam dayanmalı idi, gəlməli idi, Peyğəmbər xanımıdır, əmüstündür, vurmalı idi, çıxıb getməli idi. Sən bir dənə kişiyə sual ver, denən ki, kişi, bax, burada tələb nə idi? Yəni, döyüşə atılan insanın bir tələbi olur. Denən ki, Həzrət Əlinin möminlərin anasından tələbi nə idi? Heç bir tələbi yox idi. Amma Cəməl müharibəsində olan əks tərəfin tələbi var idi. Osmanın qatilləri falan, başqa-başqa məsələlər. Doğrudur. Ona görə də tələb eləyəndədir problem. Mücahid. Ay Mücahid. Bəli, bəli, Nigi. Mənim şirin olsun. Bax, mən bir söz deyirəm sənə. Mən öz yayımda birdən onun belə səhifəsini görsəm, sekund blok eləyəcəm. Vəbşə onun telefonundan da silmişəm. Onu vəbşə belə blok da eləyəcəm TikTokda. Qardaş, birdən sənin yayınva gəlsə, sən qaldırsan onu yuxarı, mən də düşəcəm aşağı. Kim? Kimi? Vüqar. Hansı Vüqar, ay Nigi? O Mehdiabadakı olan molla. Mən ona qabaq adını demirəm də ona. Mən onu Seyid heç vaxt demərəm. Sən burada moderator deyirsən, hə? Yox, mən bu səhifəmdə yox. Bir də aşağıdan nöqtə qoy mənə, qardaş. Nöqtə qoy. Bir böyük qardaş da, onun bütün səhifələrini moderator edir. Bax, mən sənə, Nigi, moderator verirəm. Elə bil ki, burada sənin öz canlındır. Kimi kayfın istəyir, bıra, kimi istəmir, bıraxma. Allah canım, sağ eləsin. Bir sənəyə görə, mən o günlərsi sözüm düşüb oyuna. Tural mən o gün söhbət eləyib, Həsənov. Dedim, mən başa düşdüm də sənə də. Yəni ki, sən də mənə başa düşürən ki,
Deyirəm ona qoyma bu səs yazısını. Dəfələrlə qoyur. Mən deyir onu ifşa eləyirəm. Deyirəm ifşa eləyirsən, Əli Əleyhisselamın adını görsən çəkib orada. Söyür onu. Sən bir də qoyursan, bir də qoyursan, bir də qoyursan. Duxun çatır, get söydə mənim kimi. Sardı getdi. Sən Vesni profsan. Mənə atıb, səssiz atır. O da qadınlara, moderator da qadınlardır. Atın onu səssizə. 2 dənə səhifəmi, ikisini də atı səssizə. Sonra qaldırdı yuxarı. Qaldırdı yuxarı, qardaş, məndən incimin. Mən onu necə lazımdır, sözlərimi dedim ona. Lap belə